Azərbaycan tarixinin müxtəlif dövrlərlə bağlı saxta araşdırma edirlər, fikir əsasləndirirlər. Əsas xəttlərdən biri isə ondan ibarətdir ki, Azərbaycanda türklərin çox sonralar Səlcuqların dövründə 11-ci əsrdə meydana gəlməsi ilə bağlı. Mən yenə də bax, üzücü olsa da adamlar deyirik, başlayırlar ki, siz qəsdən türkləşdirirsiniz. Yəni, bunu biz özümüzdən demirik. Kim bizim fikrimizə qarşı fikir deyirsə, mənbələrə söykənsin. Məsəl üçün, mən bu günləri sizlə mənbələrə söykənib müəlliflərin fikirlərini demək istəyirəm. Yəni, Asturiya mənbəyi olsun, Şumer mənbəyi, Akkad mənbəyi olsun, onlar öz yerində. Amma dünyanın tanınmış müəlliflərin fikirlərindən mən sizin diqqətinizə çatdırmaq istəyirəm. Ən tanınmış müəlliflərdən biri Samuel Kramer, Amerikalı şərqşünas alim və Şumerlərlə bağlı böyük bir konsepsiyanı 20-ci əsrin 60-cı illərdə ortaya qoydu və o 1963-cü ildə çap olmuş kitabında yazır, Aratdalların, Şumerlərin dilləri Ural, Altay dillərinə bənzəyirdi. Ural, Altay dilləri türklərinə bənzəyirdi. Bu, hələ ən qədim dövrün Azərbaycan əhalisi ilə bağlı, yəni Aratdalların dilinə bağlı deyil. Keçidən davam edən fikirlər. Digər Alman alimi Hugo Winkler göstərir ki, Şumer dilinin əsas əlamətlərinə görə türk dillərinə uyğun olduğunu heç kəs mübahisə etməlidir. Bu da Alman aliminin fikri. Fransız alimi Elisée Reclus göstərir ki, bu Şumer dili Turan, Ural, Altay dilləri ilə qohumdur bu fikri səsləndir. Rus alimi Dmitri Reder Şumer dilinin öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə oluna bilər. Fransız Jules Opert göstərir ki, Zənd Avestiyada adı çəkilən Turiya, Turan ölkəsinin Şumer ölkəsi olduğu heç kəsdə şübhə doğurulmalıdır. Digər görkəmli 19-cu əsr Fransız şərqşünası François Lenormand Tur etnominin qədim Şumer, Akkad, Midya, Elam kimi Turanlı xalqların dilində ulu irgin oğlu rəhbəri mənası daşıyırdı. Yəni Midyada, Akkadda hamısının Türk-Turan dilli xalqlara aid edir. Fransız şərqşünasıdır, özü də Fransız şərqşünaslığının əsasını qoyubdur. Qədim şərq tarixi əsərində bunları göstərir. Davam edirik. Alman astrologu və arxeologu Ernest Herzfeld yazır ki, Sulu, bizim tayfaların, Turukki, Lulubi tayfaların dilləri Arat əhalisinin dilləri ilə eyni olub, Altay türk dil mənşəyinə malikdir. Alman alimi dediyi fikirdir. Yəni, mən sizə yorucu olsa da belə deməliyəm. Şeyx əsrli digər bir Alman alimi Het dili üzrə xüsusi tanınmış mütəxəssis Bedrich Roznin yazır ki, Kutilərin dilinə xüsusi elan vermək lazımdır. Onların dili ilə qədim türk dili arasında bənzərlik həddindən artıq çoxdur. Digər bir alim, yenə də qayıdırıq Alman alimlərindən Benno Landsberger bildirir ki, Kuti dili türk dili ilə bənzərdir. Kutilər tarixdə türklərə ən yaxın münasibət göstərən, hətta onlarla eyniyyət təşkil edən tayfadır. Dostlar, ən qədim dövrlə bağlı hamısı deyir ki, sizlə danışıq o dövrdə etnik mənsubiyyət məsələsi yoxudur. Amma biz sizə bunu çatdırırıq ki, həmin dövrdə etnik mənsubiyyət məsələsi vardır. Ondan sonraki dövrlərlə bağlı mən sizə deyim, tutaq ki, həmin o François Lenormand Fransız şərqşünası əsasını qoymuş şəxs aydın şəkildə göstərir ki, Midya Turan midyası idi. Aydın şəkildə deyir. Öz əsərində göstərir. Qədim şərq tarixi əsərində 1868-ci ildə çap elədik. Qədim şərq tarixini aydın şəkildə göstərir ki, biz Midya Turan midyası. Orada yaşayan əhalilər Turanlılar, Türklər idi. Və öz dövrünün 19-cu əsrdə şərh edir ki, orada yenə də yaşayanlar əksəriyyətlə Türklərdir. Yəni Azərbaycan Türkləridir. O Midya deyilən əsərdir. Midyanı Turan midyası adlandırır.